Salam, necəsiz? Qızılda böyük dəyişiklik gözlənilir. Çox böyük dəyişiklik gözlənilir. Yenə volatillik var bu dəqiqə bazarda. Kim deyir 3 manat düşüb qızıl 5 manat. Qızıl varsa 30, 40, 50 manat. 50 manata yaxın düşmüşdü saf qızıl. İndi də yəni belə deyək də qalxma enmələr baş verir. Yenə də fərq, düşmə var. Siz onu alışda yox, satış eləyəndə yox. Təhvil verirlər qızılı, alış qəbul edirlər. Bax orada fərqi görəcək. Çünki indi başa düşmək olar, indi baha alıblar, istəyirlər xeyrini də görsünlər də. İndi onlar düşmək ziyan eləyəsi deyirlər məsələn. Amma alış götürüləndə görəcəksiniz ki, fərq çox böyükdür. Yəni qiymətdə enmələr var, böyük enmələr var. Yəni sonra başqa məsələlər burada var ki, dolların məsələsidir, neftin məsələsidir. Ay bu deyəcək, o deyəcək. Ekstra heç başqa şeydir. Mən falçı deyiləm. Yəni bir dəfə deyim, yəni bilin, mən heç vaxt falçı olmamışam. Yəni bunları deyirəm, heç başqa yəni burada başqa məsələlər də var. Yəni tək o deyil. Mən İqtisad Universitetini bitirmişəm, 2 dənə fərqlənmə diplomum var. Özüm də trader olmuşam. Neçə illər trader olmuşam. Yəni yenə də fəaliyyətim davam edir. Yəni ona görə də mənim haqqım çatır ki, analitikam verim. Başqa məsələlərdə onu kimi Müdafiə Sənayesi Nazirliyində işləmişəm, böyük müəssisəsi olmuşam, yəni neçə il. Elə bir şöbələrdə yox, elmdən aid şöbələrdə. Yəni ona görə də yəni kim nə deyirsə, nə düşünürsə, yəni özünüzdə düşünün. Yəni sağ olun, çox sağ olun.